120 kiloqramdırsa, bura 120-dirsə, 120, 60, 60 bölünəcək. 60-ı dəqiq bilirsiniz ki, 30-30 bölünəcək. Amma bu 60, 20, 20, 20 bölünməz. Bölünə bilər, bölünməyə də bilər. Çünki, belə təsəvvür edin. Məsələn, ümumi 60-dırsa ağırlığı, 3 dənəsinin birlikdə ağırlığı 60-dırsa, yuxarıya nə qədər düşübsə, onu ümumidən çıxandan sonra aşağıda olanlar bir-birinə bərabər olmalı. Yəni ki, bunlar tarazdır. Bunlara bərabər olmaya bilər. Əgər bunlar bir-birinə bərabərdirsə, bir dairəni buradan silsəm, 2 dairə 3 kvadrata bərabərdirsə, gətirib 3 kvadratın yerinə 2 dənə dairə yazsam, 1, 2, 3, 4, 5 dənə dairə 30-a bərabərdirsə, 1 dənə dairə 6-ya bərabər. 1 dairə 6-dırsa, gətirib burada dairənin yerinə 6 yazsam, 3 dənə 6, 18-dirsə, deməli burada 18-dir. Dairə 6-dırsa, 18-dən 6-sını çıxsaq 12, 3-ə bölsək ərəsinə 4 düşəcək. 18-dən 18-in cəmi 36 verəcək. 60-dan 36-sı bura düşürsə, deməli 24-ü də yuxarıya düşməlidir. Əgər ki, kvadratı 4 tapmışam, dairəni 6 tapmışamsa, cəmi 10-dur. 24-dən 10-u çıxanda romb 14 qalır. Əgər romb 14-dürsə, cəmi 28 deyir. 30-dan 28-in çıxanda ürək 2 olacaq. Mən elə kvadratla yumruğum